Salam müəllimlər, hər vaxtınız xeyir. Yəni gördüyünüz kimi qarşımızda Təcrid İncəsənətin 1-ci sinif kitabıdır. Yəni burada əsas olanlar əsərlərdir və kitabın sonunda sadəcə olaraq orada yadda saxlamaq bir şey yoxdur. Mən sonda göstərəcəm. Onlara diqqət etmək lazımdır ki, gələcəkdə keçəcəyimiz hər bir şeyi dərindən başa düşmək üçün. Yəni ümumiyyətlə mən həmişə demişəm, yəni bu özüm belə düşünürəm ki, yəni bu daha doğrusu bunun şahidi olmuşam ki, aşağı sinifdə, ibtidai sinifin nə qədər təməli yaxşı qoyulsa, hər bir şeyi başa düşsən, yuxarı sinfi öyrənmək bir o qədər asan olacaq. Yəni aşağı sinifdə nə keçiriksə, ibtidai sinifdə onların hamısının açıqlamasını yuxarı sinifdə öyrənirik. Ona görə də 1-ci sinifin sonunda olan göstərəcəyim həmin məlumatlarda diqqət eləməyinizi düşünürəm ki, vacibdir. Bütün səhifələri göstərirəm. Yəni biləsiniz ki, orada heç bir şey qalmayacaq. Bütün əsərlərə toxunacağıq mümkün qədər. Sahildən uzaqda. Altay Hacıyev. Çoban sürüsü ilə. Bəhruz Kəngərli. Nizami Gəncəvin abidəsi. Fuad Əbdürrəhmanov. Qarabağ xalçası. Azərbaycan milli geyimləri. Mis Közə. Günəşli atlı. Mircavad Mircavadov. Mənim babam və nənəm. Tağı Tağıyev. Qoca balıqçının portreti. Eyüp Məmmədov. Mənim Azərbaycanım. Asəf Cəfərov. Görürük mis dolçanı. 5-ci sinifdə bunun haqqında dərin məlumat alacağıq. Səməd Vurğun. Davud Kəzimov. Əsər müəllifi. Qırmızı biberlə Nakrimort. Tahir Salahov. Lahıcın Kürt Hacı kəndi. Maral Rəhmanzadə. Üzüm yığımı. Sadıq Şərifzadə. Cıdır düzü. Səttar Bəhlulzadə. Mənim anam. Səttar Bəhlulzadə. Abşeron bağlarında. Səttar Bəhlulzadə. Quş satan qız. Natiq Fərəcullazadə. Qızıl gül və bülbül. Mirzə Qədim İrəvani. Qədim Quba xalçası. Torpağın arzusu. Səttar Bəhlulzadə. Oğlan budaq ilə. Bəhruz Kəngərli. Qırmızı yaylıqlı qız. Bəhruz Kəngərli. Ana ürəyi. Baba Əliyev. Varlı evində Ramazan. Əzim Əzimzadə. Heykəltıraşlıq nümunələri. Cavadxan. Xanlar Əhmədov. Çoban. Fuad Əbdürrəhmanov. Oxatan. Fuad Əbdürrəhmanov. Yataq otağı. Vincent Van Gogh. Şahnabad dağları. Səttar Bəhlulzadə. Filarmoniya. Oqtay Şıxəliyev. Bahar nəğməsi. Səttar Bəhlulzadə. Bağ mənzərəsi. Bəhruz Kəngərli.
Yelləncəkdə Pierre Auguste Renoir. Azərbaycan nağılı Səttar Bəhlulzadə. Milli geyimli qız Bəhruz Kəngərli. Basketbol Xalidə Səfərova. Gördüyünüz kimi bütün əsərlərə baxdıq. Burada nələr var? Məsələn, aplikasiyadır. Burada dekorator, dizayner və sair. Yəni ümumiyyətlə burada vacib olan şeylər var. Məsələn, oriqami var. Rəngkar və sair, rəngkarlıq, rəssam, sərgi, təsvir, hər bir şey. Yəni bəzi şeylər var ki, bunların hamısının biz bilirik ki, yəni açıqlamasını keçəcəyik ibtidai sinifdə və yaxud da yuxarı siniflərdə. Sadəcə olaraq başa düşmək üçün, tam başa düşmək üçün əgər hansısa nəsə bir şeydə çətinliyiniz varsa, əsasda sıfırdan öyrənən insanlar üçün yəni deyirəm bunu. Bunlara mütləq diqqət eləyin ki, nələrisə öyrənəndə, ilk dəfə öyrənəndə sizin üçün çətin olmasın. Bu qədər.